Çoxsaylı istəkləri nəzərə alaraq bu videonu paylaşdıq. Balıq belə açılır. Bu balıq skumbriya balığıdır. Tüklər üskümrüdür. Türk üsulu çörək arası hazırlayacağıq. Baxın, bu qaydada təmizlənir. Tərtəmiz file şəklində gələcək. Yəni sümüksüz şəkildə olacaq. Bu qaydada bütün qığıldaq sümükləri tam sümüksüz şəkildə ayırırıq. Gözəl ayırırıq belə bu qaydada. Təmizləyirik. Tərtəmiz, baxın, zəhmət olmasa. Bu qaydada ayırdıqdan sonra marinavat edirik. Tomatdır, bəzi ədviyyatlar da vururuq tərkibinə. Kuru yağıyla. Blenderdən keçirdikdən sonra bu qaydada. İndi keçirik əsas prosesə. Balığımızı belə batırırıq həmən marinaya. Bu qaydada, baxın, zəhmət olmasa. Bunun hazırlanma qaydası budur. Tam türk üsulu olaraq. Bişməsi də budur. Baxın. Baxın necə çıxıb. Bir gün qalır, ikinci gün bişirirsiniz. Tam manqalda bişir bütün məhsullarımız. Qiymətlərimiz də münasibdir. Hazırladığımız məhsullara səhifəmizdə menyumuz var. Baxa bilərsiniz. Ünvanımız da Elmlər metrosuna yaxındır. ABB Yasamal filialı ilə üzbəyüz. Baxın.